Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda sizlərlə dəyər nəşrləri test toplusundan ifrazat, dəri, daxili sekresiya vəzlərinə aid olan test izahlarını verəcəyik. İzahlara keçməmişdən öncə qeyd etmək istəyirəm ki, aprel ayının 1-dən inşallah təkrar qrupları ilə dərslərə başlayırıq. Qoşulmaq istəyirsinizsə 055 634 73 41 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp vasitəsilə təbii ki. Başladıq. Birinci sualdan. Deyir, hansı hormonu ifraz edən bəzi insan orqanizminin heç bir bədən boşluğunda yerləşmir? Bədən boşluğunda yerləşməyən vəzilərimiz daxili sekresiya vəzilərindən qalxana-bəzər vəzi, qalxana-bəzər ətraf vəzilərdir. Bir də cinsiyyət vəzilərindən qarışıq sekresiya vəziləridir ki, yəni indi mən hormon hazırlayanlardan təbii ki, dedim. Bunlar bədəndən kənarda dəri kisənin içərisində yerləşirlər. Düzdür. Buradakı hormonlardan da tireoksin hormonudur ki, nədir? Qalxanabənzər vəzin hormonudur və nəticədə bu e, nədir? Boyunda heç bir boşluqda yerləşmir. Boyun nahiyədə yerləşir. İkinci sual. Sxemə əsasən X-in yerinə yazıla bilər. X bir hormon hazırlayır, qarın boşluğunda yerləşir, axacağı yoxdur. Bu da böyrək üstü vəzlər olacaq bizim cavabımız. Üçüncü sualda insanın ifrazat sisteminə aid deyil, qaraciyər həzm sisteminə aid olan bir vəzidir. Ona görə C bəndi. Dördüncü sualda qadın orqanizmində cüt sayda olan qarışıq sekresiya vəzləri hansı bədən boşluğunda yerləşir? Çanaq boşluğunda yerləşir. Yumurtalıqlardır bizim cavabımız. Beşinci sualda demək, yanlış fikri müəyyən edin. İnsanın dərisi sintetik funksiya yerinə yetirir. Bəli, D vitamini sintezi, melanin deyək ki, melanin pigmenti sintez eləmiş olur. Örtük sisteminə aiddir. Bəli, doğrudur. İfrazat funksiyasını yerinə yetirir, yetirmir ifadəsi səhvdir burada. C bəndə olacaq bizim cavabımız. Duyğu orqanıdır. Bəli, reseptorlar var. İstilik tənzimində iştirak edir. Bu da düzgün bir fikirdir. Gəldik, verilən vəzlərdən hansının axarı olmur? Verilən vəzlərdən hansının axarı olmur desə, biz çəngələ bənzər vəzi və yaxud da timus vəzini götürəcək ki, daxili sekresiya vəzisidir. Hormon birbaşa qana ifraz olunur. 7-ci sualı, şəklə əsasən uyğunluğu müəyyən edin. Nədir? X-lik əmələ gəlir böyrəkdə. CD bilavasitə xaricə çıxarır heç biri. Bilavasitə heç biri xaricə çıxarmır. Sidik kanalı çıxarmalıdır xaricə. Ona da bir şey qoymayıblar. Tutumu 500 ml-dir. Sidik kisəsi. Son sidik əmələ gəlir yenə böyrəkdə. Qarın və çanaq boşluğunda yerləşir. Sidik axarları. 1-ə X-a 1,4. Y-ə 5. Z-də 3. Yəni Y bəndə olacaq 7-ci sualda cavabımız. 8-ci sualda səhv fikri göstərin. Bir insan orqanizmində qalxanabənzər ətraf vəziləri döş boşluğunda yerləşir ifadəsi ilə səhvdir. Boyunda yerləşirdi. 4 ədəd düyü böyüklüyündə olan parat hormonu hazırlayan daxili sekresiya vəzisidir. Cavabımız A bəndi. 9-cu sualda disseminasiya prosesi nəticəsində əmələ gələn son məhsulların insan orqanizmindən çıxarılmasında iştirak edən ifrazat sisteminə aid orqanlar böyrəklərdir. Böyrək deyib bağırsağı işarə edir. Cavabımız B bəndi. 10-cu sualdır. İnsanda son sidə əmələ gəldiyi orqanlar eyni bədən boşluğunda yerləşir. Yəni böyrəklərlə eyni bədən boşluğunda yerləşən qarın boşluğundakı orqan böyrək üstü vəzilər Y bəndi. 11-ci sualda cümlənin düzgün tamamlayın. Akromeqaliya xəstəliyinə səbəb yetkinlik dövründə kəllə boşluğuna yerləşən hipofiz vəzinin somatotrop hormonunun normadan çox ifraz edilməsidir. Yəni cavabımız D bəndi. 22-ci sualda Eyler-Venn diaqramında uyğunsuzluğu müəyyən eləyin. Qanda qlikozanın miqdarını artıran hormonu var. Mədə-altı vəzi həmçində böyrək üstü vəzidə var da elə o. Adrenalin hormonu. Hər ikisində də bu. Cavabımız elə birdir, uyğunsuz olan. B bəndi.
Qarın boşluğunda yerləşir hər ikisi. Həm daxili, həm xarici sekresiya vəzi kimi fəaliyyət göstərir mədə-altı vəzi. Axacaqları yoxdur, böyrək üstü vəzinin. Hormon hazırlayır hər ikisi. Cavabımız B bəndir. Bir burada ortada olmalıdır yəni. Burada yox. 13-cü sualda. İnsan orqanizmi sidik çöpərini qandan süzüb ayıran orqan böbreklərimizdir. İnsanın kəllə boşluğunda neçə daxili sekresiya vəzisi yerləşir? 2 dənə daxili sekresiya vəzisi yerləşir. Hipofiz vəzi, epifiz vəzi. Yəni cavabımız D bəndi olacaq 14-cü sualda. 15-ci sualda əsas bədən boşluğunda yerləşən vəzi hormonu deyil. Adrenalin börək üstü vəziri qarın boşluğunda yerləşir. Melatonin kəllə boşluğunda yerləşən epifiz vəzidir. Parathormon boyunda yerləşir, bədən boşluğunda yerləşmir. Qalxan vəzi ətraf vəzi. İnsulin mədə-altı vəzidir, qarın boşluğundadır. Timozin timus vəzidir, döş boşluğundadır. 16-cı sualda insanın ifrazat sisteminə bağlı düzgün fikri göstərin. İlk silik qıvrım kanalcıqlarda əmələ gəlir, ifadəsi səhvdir. Qədəhə-bənzər kapsulda yaranır. Geri sorulma əsasən qədəhə-bənzər kapsulda gedir, xeyir qıvrım kanalcıqlarda gedir. Börək ləyənində son sidik olur. Bu doğru bir fikirdir. Son sidik börək ləyənində zaten olur. Yəni bu doğru bir fikirdir. Börək venasında sidik cövhərinin qatılığı börək arteriyasındakı nisbətən çox olur ifadəsi səhvdir, az olur. Sidik kütləsi qarın boşluğunda yerləşir. Bu sidik kütləsi qarın boşluğunda yerləşmə, çanaq boşluğunda yerləşər. 17-ci sualda insanda ifrazat sistemi orqanları hansı bədən boşluğunda və ya boşluqlarında yerləşir? İfrazat sistemi orqanları qarın və çanaq boşluğunda yerləşir də, yəni C bəndi olacaq bizim cavabımız. 18-ci sualda şəkil əsasının uyğunsuzluğu deyir, müəyyən edin. A bəndində deyir ki, A bəndi nədir? Nə boyda qarın aortası çəkiblər? Bir, qan damar sistemi orqanıdır. Təbii ki, qarın aortasıdır. İki, qanı mineral duzlardan təmizləyən orqandır. Düzdür. Artığını çəkir də, yəni doğru bir fikirdir. 3. Qarın və çanaq boşluğunda yerləşən orqandır. Sidik axarları həm qarın boşluğunda, həm çanaq boşluğundadır. Doğrudur. 4. Son sidiyin əmələ gəldiyi orqandır. Xeyir, son sidiyin müvəqqəti toplandığı orqandır. D bəndi burada səhv fikirdir, uyğunsuzdur. 5 də deyir ki, ifrazat məhsulunu orqanizmdən bilavasitə xaric edən orqandır. Bu da doğru bir fikirdir. 19-cu sualda insanın dərisi haqqında düzgün fikirləri göstərin. Derma əsasən epitel toxumasından təşkil olunub, xeyir birləşdirici toxumadır. Dərdə melanin sintezi qaranlıqda artır, xeyir işıqda artacaq. Pi vəzləri dəri 6 pi qatında yerləşir, xeyir dermada yerləşir. Epidermisin alt qatı ölü hüceyrələrdir, xeyir canlı hüceyrələrdir. Derma qatında saya əzələlər olur, xeyir derma qatında, düzdür, derma qatında ancaq saya əzələlər olur. Həm qan damarlarında, həm limfa damarlarında, həm də tükü qaldıran saya əzələlərdə, yəni bunlar hamısı saya əzələdən təşkil olunur. 20-ci sualda daxili sekresiya vəzisidir, çəngələ bənzər vəzi. Təbii ki, yerdə qalanların hamısı xarici sekresiya vəzisi olacaq. Birinci sualda açıq tipli test tapşırıqlarında İnsan da hormon hazırlaya bilən döş boşluğundakı vəzi sayı bir dənədir. Timus vəzi. Qarın boşluğunda vəzi sayı 3 dənədir. Bir dənə mədə-altı vəzi, 2 dənə böbrək üstü vəzi. Cəmləyəndə bu edir 4. İkinci sual. İnsanda hormon hazırlaya bilən qarın boşluğundakı vəzi sayı 3 dənədir. Kəllə boşluğunda da 2 dənədir. Hipofiz, epifiz. Bunları cəmlədik. Cavabımız elədi 5. Üçüncü sualda orta yaşlı sağlam insanın böreklərindən 14 saat ərzində təqribən neçə litr qan keçər? 14 saat 14'ü biz vuracağıq 60 dəqiqəyə. Bu eləyəcək 840 dəqiqə. Və 1 dəqiqədə 1 litrdə qan keçdiyinə görə elə cavabımız 840 olaraq da qalacaq. Dördüncü sualda yetkin insan orqanizmində X, Y və Z vəzlərinin sayının cəmini tapın.
Demək, testosteron ifraz olunduğu vəzlərin sayı 2 dənədir. Adrenalin ifraz olunduğu vəzlərin sayı 2 dənədir. Paratormon ifraz olunduğu vəznin sayı 4 dənədir. Cəmləyəndə bunları nə eləyəcək? 8 eləyəcək təbii ki. Beşinci sualda deyir ki, nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcılığını müəyyən edin. Kalsiumun qandan sümüklərə keçməsini təmin edir. Qandan sümüklərə keçməsini. A. İnsanda qalxana bənzər vəzinin 4 ifraz etdiyi kalsitonin hormonu 3 kalsiumun qandan sümüklərə keçməsini təmin etmiş olacaq. Cavabımız elə 4-3 olacaq. 6-cı sualda insanın qarın boşluğunda yerləşən vəzlərin hazırladığı hormonları seçin. Vədə 6 vəzi insulin hormonu, e, glikagon hormonu və börekçi vəzin adrenalin hormonu. Cavabımız 1, 4, 6. 7-ci sualda 7-ci sualda nefron quruluşuna aid olanlar qədəhə bənzər kapsul, qıvrım, kanalcıq, henli, ilcəyim. Demək 1, 2, 4 olacaq bizim cavabımız. Klaster əsasən doğru fikirləri seçin. Tər vəziləri qarışıq vəzilərdir, səhvdir. Y fikrinə gələndə axacaqları epidermisin üst qatından xarici açılır, doğrudur. 2. El insanın 2 kvadrat metr dərisində 2 milyon olur. Bu da doğrudur. Axacaqlar tüklərin soğanaqlarına açılır. Xeyr. Epidermisin üzərinə açılır. Xarici sekresiya vəsili bu da doğrudur. Cavabımız 2, 3, 5. 9-cu sualda insanın ifrazat sistemində cüt saydadır. Böyrəklə yəni, böyrəkdə olduğuna görə, böyrəklər cüt orqan olduğuna görə. Bunu götürəcəyik. 1, sidik axarları 3. Sidik hissəsi və sidik kanalı təkdir. Cavabımız 9-cu sualda 1 və 3. 10-cu suala gəldik. Sağlam insanın böyrək nefronlarında əmələ gələn son sidik bədəndən xaric olunana qədər aşağıdakılardan hansından keçməz? Təbii ki, bağırsaqdan keçməyəcək, böyrək arteriyasından keçməyəcək, böyrək ləyənindən keçəcək. Oradan sidik axarları, sidik hissəsi, sidik kanalı. Cavabımız 4, 6. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Uşaqlarda nöqtə-nöqtə vəzinin hormonu normadan az ifraz olunduqda nöqtə-nöqtə müşahidə edilir. Tamam, hipofiz vəzinin hormonu normadan az ifraz olunduqda cırtdan boyluluq müşahidə edilir. Cavabımız 1, 5. 12-ci sualda nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. İnsulin hormonu çatışmalıqda qanda qlikoz miqdarı artır. 3 və şəkərli diabet xəstəliyi baş verir. 4. Bu cür oldu cavabımız. 13-cü sualda yenə insanda böyrəklər qarın boşluğunda yerləşir. 4. İlk sidik yaranır qədəhə bənzər kapsulda, son sidikdə qıvrım kanalcıqda. 4, 5, 1. Ardıcılığımız belə oldu. 14-cü sualda böyrəklərin işini pozur. Təbii ki, kəskin ədviyyatlı yeməklər yemək olmaz. Biri götürdük. Məsəl üçün, çipslər yeyirsiniz, suxarilər yeyirsiniz. Yəni, bunlarda ədviyyat çox olur. Yəni, bunları çalışın yeməyin. Spirtli içkilər içmək əlbəttə ki, pozacaq. Hər gün ən azı 2 litr, isti günlərdə daha çox maye qəbul etmək bu böyrəklərin işinə faydalıdır. Çox duzlu yeməklər yemək olmaz təbii ki. Şəxsi gigiyena qaydalarına əməl etmək düzdür, bu lazımdır, amma böyrəklərin işini pozmaz bu. Dərman preparatlarından həkimin göstərişi olmadan istifadə etmək, yəni bu da olmaz da. Yəni, çünki o dərman preparatları nəhayətdə gedib qana şey olur, bu nədir? Qana keçir və böyrəklər qanı süzdüyünə görə bu böyrəklərin işini poza bilər bu dərman preparatları. Ona görə də mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Cavabımız 1, 2, 4, 6. 15-ci sualda demək, 1-ci, 2-ci, 4-cü fikir qalxana bənzər vəziyə aid olmalıdır, 3 aid olmamalıdır. Döş boşluğunda yerləşir, aid deyil, müsbət qoyulub.
Uşaqlarda hormonu çatışmayanda kretinizm xəstəliyi əmələ gəlir. Bu doğru bir fikirdir. Burada aiddir. İkini götürəcəyik. Sayı 4 ədəddir. Aid deyil, mənfi qoyduğuna görə götürəcəyik. Uyğunluq pozulmayıb. Kəllə boşluğunda yerləşir. Xeyr. Amma burada deyib ki, aid olsun. Ona görə 4-ü götürməyəcəyik. Cavabımız 2 və 3 olacaq. 16-cı sualda. İnsanın verilmiş vəzlərindən hansıları öz hazırladığı maddələri orqan boşluğuna ifraz edir? Təbii ki, bura mədə vəzləridir, qaraciyərdir. 3-dən 4-ü götürəcəyik. Hipofizdir, börək üstü vəzli. Bunlar daxili sekresiya vəsilə hazırladığı maddəni qana ifraz edirlər, hormon. Tər vəzləri dərinin üzərinə ifraz edir. Qaraciyər 12 barmaq bağırsağı, mədə vəzləri də mədənin daxilində. Yəni bu cür qeyd edəcəyik. Sonra gəldik 17-ci suala. Deyir ki, cədvələ əsasən yanlış olanları seçin. Baxıram burada. Birinci, 2 yumurtalıq A verib. Çanaq boşluğundadır, yanlışı istəyib. Çanaq boşluğundadır, ifraz etdiyi hormonda Y verib, melatonindir. Bu səhvdir. Üçüncüdə, timus vəzi B verib, döş boşluğundadır. Timozin hormonunu hazırlayıb. Bu doğrudur, götürmədik. Üçüncüdə, bir epifiz vəzi kəllə boşluğundadır. Amma burada verib döş boşluğunda. Bu səhvdir. Dördüncü fikrə gəlirik. Üçüncü verib timus vəzi kəllə boşluğundadır. Bu da səhvdir. Beşinci fikirdə birinciyə epifiz veribdir. Kəllə boşluğundadır. Melatonin ifraz edir. Bu doğrudur. Götürməyəcəyik. Altıncıda da yumurtalı çanaq boşluğundadır və estrogen hormonu ifraz edir. Bu da doğrudur. Götürməyəcəyik. Cavabımız 1, 3, 4. 18-ci sualda. Yenə həmin tip sualdır. Baxırıq. Birincidə qalxırməzər vəzi veribdir. Hormonu trioksindir. Az ifraz olunduqda baş verən xəstəlik miksidemadır. Bu doğrudur. Və elə bizdən də doğrunu istəyib. Biri götürdük. Mədə altı vəzi ifraz etdiyi hormon insulindir. Çatışması nəticəsində şəkərli diabet xəstəliyi yaranır. Bu da doğrudur. 5-də 1C-Y olmalıdır da. Yəni bu 1C-D veribdir. D olmaz. D-nin yerinə Y olmalıydı. Bu səhvdir. Sonra 2AF olmalıdır. BF veribdir. Bu da səhvdir. Hipofiz vəzi ifraz etdiyi hormon trioksin yazıblar. Yəni bu olmaz. Olmaz. Doğru deyil. Cavabımız 1 və 3. 18-ci sualda. 19-cu sualda deyir. Şəkli əsasən yanlış olanları seçin. Tamam. Bir börək arteriyasıdır. Qanı gördüyümüz kimi börəyə gətirin. Bu doğru bir fikirdir. Götürmədik. 2 börək venasıdır. Qanı çölə çıxarıb börəkdən. Bu da doğru fikirdir. Götürmədik. 3 sidik kanalı yox, sidik axarıdır. Səhvdir. Bunu götürdük. 4 börək piramidləridir. Bu doğru bir fikirdir. 5 sidik kisəsidir. Xeyr. Börək ləyənidir. Bu da səhv olduğuna görə götürdük. Cavabımız 3 və 5 olacaq. Gəldik 20-ci sualda. Uyğunluq sualdır. Epifizindən timusa aid olan. Daxili sekresiya vəsidir hər ikisi. Döş boşluğunda yerləşir timus. Melatonin hazırlayır epifiz. Kəllə boşluğundadır. Epifiz timozin hazırlayır timus. 1-ə CD, 2-yə A, 3-ə B-yə. Uyğunluğu müəyyən edin. Dil kəllə boşluğunda yerləşir. Hormonu bioloji saat rolunu oynayır. Epifiz 1-ə Y. Qarın boşluğunda yerləşir. Hormonu qanda şəkərin miqdarını artırır. Börək üstü vəzin adrenalin hormonu. Çanaq boşluğunda yerləşir. Hormonu ikincili cinsi əlamətlərin inkişafına səbəb olur. Bu da yumurtalıqlar. Toxumluqlar çanaq boşluğunda yerləşmirdi. Bildiyimiz kimi. 22-ci və sonuncu sual. Tərvəzləri, pivəzləri. Axacaqları epidermisin üst qatından xaricə açılır.
tər vəzinlərinə aid olan bir fikirdir. Tükləri elastik və parıltılı edir pi vəziləri. Dərinin dəraltı pi qatında yerləşir heç biri. Axacaqlar tüklərin dibinə açılır. Tük sonraqlarına açılır. Yəni bu olacaq pi vəziləri. Xarici sekresiya vəzsidir hər ikisi. 1-ə A, 2-yə Y, 3-ə B, D. Belə əzlər. Bu dəfəki test izahlarımızdan da bu qədər. Sağ olun, hələlik.